Möhtərəm Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş və bugün birinci oxunuşda müzakirəmizə təqdim olunmuş mülki prosessual, cinayət prosessual cəzaların icrası məcəllələri və vəkillər və vəkillik fəaliyyəti haqqında qanunda dəyişiklik layihəsinin əsas məqsədi vəkillik institutunun inkişafına dəstək vermək, vəkillər kollegiyasının fəaliyyətinin əsaslarını təkmilləşdirməkdir. Bildiyiniz kimi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədlərindən biridir. Ölkədə hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisat olaraq əsas vəzifələri şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsindən ibarət olan vəkillik, əslində dövlətin ali məqsədlərinin realizə olunmasında həlledici rol alan əsas institutlardan biridir. Bu mənada vəkillik təsisatının inkişafı hər zaman Ulu Öndər Heydər Əliyevin də, möhtərəm cənab Prezidentin də diqqətində olmuş, nəticədə istər vəkilliyin nüfuzu, istərsə də göstərilən hüquqi xidmətlərin səviyyəsində daim yüksələn dinamika müşahidə olunmaqdadır. Möhtərəm Prezidentin vəkilliyin inkişafı barədə əlavə tədbirlər haqqında 22 fevral 2018-ci il tarixli sərəncamına əsasən dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən haqq 3 dəfə artırılaraq 6 manata çatdırılmış, həmin yanaşma sonraki dövrdə də davam etdirilmiş və dövlət başçımızın göstərişinə müvafiq olaraq Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə həmin vəsait 11 manata qaldırılmışdır. Dövlətin vəkilliyə xüsusi diqqəti bu sahəyə sistemli marağın da artmasına səbəb olmuş və nəticədə əgər 2017-ci ilin dekabr ayına qədər vəkil qurumlarının sayı 39 idisə, sonraki dövrdə bu statistika 4 dəfə artmış, hazırda 143 büro fəaliyyət göstərir. Vəkilliyin artan nüfuzu digər sahələrdən peşəkar hüquqşünasların vəkilliyə marağının artmasına səbəb olmuş, öz müraciətləri əsasında qanunun tələbləri rəhbər tutulmaqla 87 keçmiş hakim və 28 hüquq elmləri doktoru imtahansız qanunvericiliyin tələbləri rəhbər tutularaq birbaşa vəkilliyə qəbul olunub. Nəticə etibarilə əgər 2018-ci ilə qədər ölkədə 931 vəkil var idisə, hal-hazırda 595 nəfəri qadın, 627 nəfəri isə bölgələrdə olmaqla 2771 nəfər vəkillik fəaliyyəti ilə məşğuldur. Bugün müzakirəmizdə olan layihə də məhz qeyd edilən tendensiyaların davamıdır. İlk növbədə bu dəyişiklik imkan verəcək ki, vəkil iştirak edən şəxs olduqda, mülki prosesdə kassasiya instansiyasında, cinayət prosesində isə tutulduqda, haqqında həbs qəti imkan tədbiri seçildikdə, xüsusilə ağır cinayət törətməsi istinad edildikdə, cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə, müddətli hərbi xidmət qulluqçusu olarkən təqsirləndirən şəxs hesab edildikdə öz-özünü təmsil edə bilsin. Həmçinin bu dəyişiklik vəkillər kollegiyasının institusional formatının yenilənməsini nəzərdə tutur, qurumun orqanlarının dairəsinə vəkillərin intisam komissiyası, vəkillərin ixtisas komissiyası əlavə edilir, hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis olunur. Eyni zamanda kollegiya üzvlərinin ümumi yığıncağı, vəkil sorğusu, vəkilin xidməti vəsiqəsi kimi məfhumların normativ əsası təkmilləşdirilərək yeni redaksiyada verilir. Məlumdur ki, vəkillər vəkillik fəaliyyəti haqqında qanunun 11-ci maddəsinə əsasən heç kəs 2 dəfədən artıq vəkillər kollegiyası rəissiyyət heyətinin sədri seçilə bilməz. Təbii ki, bu yanaşma əvvəllər ümumi qəbul edilmiş təcrübə idi. Lakin sonraki periodda analoji təcrübəni bölüşən digər strukturlarda, məsələn, prokurorluq orqanlarında, ombudsman təsisatında adı çəkilən təcrübəyə son qoyulması fonunda vəkillər kollegiyasının artıq imtina edilmiş bir təcrübəyə söykənməsi ağlabatan sayıla bilməz. Məhz cari layihə ilə də müvafiq məhdudiyyətin aradan qaldırılması təklif olunur. Təkmilləşdirilmə tədbirləri həmçinin vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına da şamil edilir. Bu sahədə bir sıra müddəalar, o cümlədən vəkillər barədə tətbiq edilən insan tənbihləri dəqiqləşdirilir. Həmçinin təklif edilir ki, vəkilin fəaliyyətinə xitam verilməsi kollegiyanın rəissiyyət heyətinin qərarı ilə mümkün olsun. Həmin qərardan eyni zamanda inzibati tənbihlərdən təbii ki, məhkəməyə şikayət verilə bilər. Həmçinin cari layihə dövlət qulluğuna qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyət göstərməsinin hüquq əsaslarını da müəyyən edir. Hörmətli deputatlar, göründüyü kimi kifayət qədər əhatəli bir layihədir. Komitəmizdə geniş müzakirə olunub, əhəmiyyətini və konseptual məqsədlərini nəzərə alaraq dəstək verməyinizi xahiş edirəm. Çox sağ olun.